Nəfəsdir səhv eləmirəmsə adı xanımın. Güya sən Nəfəsi tanımırsan. Yox, şəxsən tanımıram. Hə, amma adını da güya bilmirsən. Yox, adını səhv salam. Nəfəsi tanımayan var, qurban olum. Hiss və olum. nəfəs var. Hissdə var, nəfəsdə var. Hisslə nəfəsi bir müqayisə eləmək olar. Bizim bildiyimiz estradlı hissdir, düzdür? Nəfəs o bildiyimiz. Azərbaycan oxumuş deyil nəfəs. Yox, doğrudan da. Adını səhv sala bilərəm. Nəfəsdən danışıram. Nəfəs xanımın bayağı problemi var səs tembri ilə. Konsertdə çıxır, səhnəsini belə bəyənmirəm adam. Bu mənim şəxsi fikrimdir. Bax, çıxdı Azərbaycan mahnısını oxudu. Yaşa, 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 yaşa Azərbaycan. Bir Azərbaycan sözündə, bir kəlmədə, notların arasında Azərbaycan, yəni hecalara bölürük də. Bu hecaların arasında nəfəs almaqlarını qoyuram bir qırağa. Hecaların arasında səslənən notlarda belə düzlük yox idi. Ayıbdır. Elə mahnılar var ki, onu oxumayın konsertdə. Bunu sosial şəbəkədə paylaşsalar, hamı girib yazacaq ki, bu qız kimdir tanımıram, nəfəsə görə özünü reklam eləyir. Reallıq budur ki, bugün Azərbaycanda nəfəs səndən qat-qat çox məşhurdur. Mən damıram. Mahnılarımı YouTube'a girib oxuya bilir, oxuya bilmir. Bu bir kənara. Fakt qadın tanınır, öz böyük kütləsi var və sən bugün onunla müqayisədə az tanınırsan, ondan müqayisədə az sevilirsən və çıxırsan bugün onu tənqid eləyirsən. Bu da sosial şəbəkələrdə paylaşacaq. Mən nəyin ki onu tənqid eləyirəm? Xayf deyirdin ha. Yox, mən nəyin ki onu tənqid eləyirəm? Onun simasında, mahnının... Amma onun o etdiyi tələffüzlər var ki, görün nə gözəldir. Açıq danışaq da. Hansısa tələffüzlər də maraqlı gəlir. Götürək adi mahnılarından da söhbət ondan getmir, ümumi olaraq. Kiçik zimzimə eləyəsiz. Mahnılarından yalan deyirəm. Belə, yəni ümumi olaraq dilimdə olan biri yoxdur. Dərdimdən ölsə də razıdır halımdan. İndi biz mənfiləri danışırıq, hamı müsbətləri danışırıq. Xanəndələr Hə, yox, yaxşı eynirlər. Adamlar bəyəndiyi tərəfini deyir, mən də bəyənmədiyim tərəfimi deyirəm. Bu pisdir ki... Zəng edənlər deyir ki, birinci o qız oturuşuna fikir versin. Oturuşunu dəyişək, belə oturaq, yoga ilə məşğul olaq, efirdə neyiniyim? Aparıcı deyir, düz deyir, xayb Normal oturmuşam da. Xayb tutursan deyirlər. Deyir ki, min cür videolar çəkdirib, nə bilim nə, xayb üçün videolar çəkdirən adam... Zaten verişin əvvəlində də demişdim, düzdür? Və xayb üçün videolar çəkdirən adam elə çıxıb nəfəsin adını çəkərək özünə gündəm qurur. Yox, onları da deyə bilmərəm, onları demək olmaz, efir etikasına sığmır. Yəni biləsən ki... Sağ olsunlar, xeytirlərin sayəsində mən bayağı gözəl pul qazandım, evimi təmin eləmişəm. Bir maşınımı dəyişməmişim, o da ikinci ev almaq istəyirəm ona görə. Biraz xeyt yığsaydım, göşən reklamlardan pul yığardım. Biraz da bir də gördün, bir ev yox, villalardım. Nə olar ki, siz yazın, narahat olmayın, mənə xoşdur.